Vətəndaşın suya olan borcuna görə Azərsun işçilər gəlib soyuq su şlankını kəsib gediblər. Bu nə dərəcədə doğrudur, nə dərəcədə qanun çərçivəsindədir, mən bilmirəm. Xahiş edirəm, aidiyyatı qurumlar öz köməkliyini əsirgəməsin. Borca görə bir neçə vətəndaşın su şlankını bu formada kəsibdir. Dövlət mülkünə, dövlət əmlakına ziyan vurub qəsdən gedirlər. 5-10 manat borca görə şlankı niyə kəsirsən ki? Zəhmət olmasa bu haqda tədbir görərdiniz. Bu formada kəsib. Buranı da qonşulardan kimsə bu formada bağlayıb ki, su axmasın. Amma yenə də su axıbdır. Podizdən olub. Xahiş edirik, Azərsunun bu hərəkətini qanun çərçivəsində qiymətləndirilməsinə köməklik eləyəsiniz, dəstək olasınız.